Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdə və salatu və selamu alə mən nəbiyyə ba'd. Deməli qalmışdıq. Bəbu mə cəə fil xuruc an da'vəl İslam. İslam dəvətindən çıxmaq barədə gələn dəlillər. Bizim hədis oxuduq. Hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizə Allahın mənə əmr etdiyi 5 şey əmr edirəm. Eşitmək, itaət etmək, cihad etmək, hicrət etmək və cəmaat olmaq. Kim ona bir qarış müxalif olarsa, artıq İslam boyunduruğunu boynundan çıxartmış olar. Və kim cahiliyə dəvəti istəyərsə, artıq o cəhənnəm əhlindən olur, cəhənnəm cəmaatından olur. Bir kişi dedi ki, ya Rasulallah, namaz qılıb oruç tutsa belə bu insan, Peyğəmbər s.ə.v dedi ki, bəli, namaz qılıb oruç tutsa belə. Ona görə deyir ki, fəd'u bi da'vallah. Ona görə Allahın dəvətini çağırın. Allah sizi müsəlmanlar, möminlər, Allahın qulu olan möminlər adlandırmışdır. Və bu hədisdə İmam Əhmədin Musnədində gəlib, Tirmizidə gəlib. Hədis səhihdir. İmam Tirmizi deyir, Həsən sahih. Və burada bir Şeyx Salih Əli Şeyx açıqlayır mənasını. Burada Peyğəmbər s.ə.v-in deməsi ki, sizə eşitməyi və itaət etməyi əmr edirəm. Mənası odur ki, əl-isticəbətu limən ləhu haqqun ən yücəb. Eşidib itaət etmək mənası odur ki, kimin ki haqqı var, ona isticabət etmək, yəni ona qarşılıq verməkdir. Və ə'azamu zəlikəl isticəbətu lillahi teala və rasulih. Və ən böyük isticabət etmək də, yönəlmək də Allaha və Rasulunadır. Amma hədisdə qəsd olunan eşidib itaət etmək isə əmr sahiblərindədir. Əsas qəsd, murad Peyğəmbər s.ə.v istədiyi orada odur. Sonra Şeyx Salih Şeyx buyurur ki, əl-huququ ləti ictimət fi səmi və ta'a. Eşidib və itaət etməkdə cəm olan haqlar. Birincisi Allahın haqqıdır. Liənnəhu huvəlləzi əmara bizəlik. Çünki Allahdır buna əmr eləyən, eşidib itaət etmək. Allahı biz eşidib və itaət eləməliyik. İkincisi, haqqu valiyil əmr və nas ləhu. İkincisi, əmr sahibinədir və ona nəsiyyət etməkdir. Liənnə haqqun əhəqqəhullah azəvə. Çünki bu haqq Allahın ona verdiyi haqdır. O öz-özündən bu haqqı götürməyib özdə. Allah buna şəriətlə əmr sahibinə, dövlət başçısına bu haqqı verib ki, insanlar onlara eşitsinlər və itaət etsinlər. Necə Peyğəmbər s.ə.v deyir ki, əmr sahibi ona itaət olunmaq üçündür. Ona asi olmaq üçün, ona qarşı çıxmaq üçün yox. Haqqun lil musliminə cəmiən. Üçüncüsü isə burada müsəlmanların haqqını qorumaq var. Necə yəni, sən dövlət başçısını eşidib itaət edib müsəlmanların haqqını qorursan. Şeyx Salih Şeyx buyurur ki, bu o deməkdir ki, liənnə mən xarəcə anis-səmi və ta'a fə innəhu la yu'zi valiyil əmr fəqat. Çünki deyir, eşidib və itaət etməkdən kim çıxırsa, o yalnız əmr sahibinə əziyyət vermiş olmur. Və innəmə yu'zil musliminə cəmiən. O bütün müsəlmanlara əziyyət vermiş olur. Limə yətərəttəbə alə adəmi səm'i və taati minəl məfəsid. Çünki deyir, o eşidib itaət etməməklə onun edəcəyi işlər üzərində müsəlmanlara da fəsadlar tərtib olunur. Sənin bir dənə eşidib itaət etməməklə fəsadlar ortaya çıxa bilər. Sən və ya sənə dəstəvə görə əmr sahibi hər kəsə əziyyət verə bilər. Necə müasir vaxtda bunu görürük. İndi bizdən qabaqda dəvətdə olanlar, ağsaqqallar, böyüklər o əziyyəti çəkə bilər. Xavaricilərin də saqqalı vardı, səliflərin də. Onların, belə deyək, qurunun oduna yaş da yanırdı. Ona görə eşidib itaət etməkdə 3 haqq var. Allahın haqqını qoyursan, əmr sahibinin və müsəlmanların haqqını. Və Şeyx Salih Əl-Fəvzan buyurur ki, eşidib itaət etmək müsəlmanların əmr sahiblərindən. Çünki məsələlər yalnız eşidib itaət etməklə ayaq üstə dayanır. Və bununla da müsəlmanların işləri islah olur. Ancaq asilikdə isə eşidib itaət etmək vacib deyil müsəlmanlara. Çünki Peyğəmbər s.ə.v buyurur ki, lə tə'ətə li məxluqin fi məsiyyətil xaliq. Xaliqə asilikdə məxluqa itaət yoxdur. Yəni, əmr sahibi asilik əmr edərsə, o zaman əmr sahibinə itaət olunmur
onunla bərabər də ona qarşı çıxılmır. Sadəcə olaraq onun dediyi asilikləri etmirsən. Məsələn, sabah əmr olunsa ki, namaz qılmayın, biz namaz qılacaq. Ya əmr olunsa ki, günahlar eləyin, biz eləməyəcəyik onu. Asilikdə sadəcə itaət eləmirik, o deməkdir ki, onlara qarşı çıxırıq. Sadəcə itaət etmirik. Aydındır. Və eşidib itaət etməkdə cəmaatla olur. Və hədisin əvvəli də axırını tamamlayır. Peyğəmbər s.ə.v eşidib itaət etmə əmr eləyir və axırda da cəmaat olmağı. Yəni, cəmaat ilə eşidib itaət etmək cəmaatla olur. Ona görə də cəmaatı bu şəriətin buyurduğu əmrə yönətmək lazımdır. İkincisi isə Peyğəmbər s.ə.v deyir ki, vəl cihadu, cihad. Yəni, birinci eşitməkdir, ikincisi itaət etməkdir. Üçüncüsü isə cihad idi. Və yaxud da bunun ikisini eşidib itaət etməyi bir də gətirmək olar, bir yerdə. Eşidib itaət etmək. Və cihad isə, cihadın mənası odur ki, şəriətdə əl-cihadu fi səbilillah li-i'la'i kəlimətillah. Allahın kəliməsini ucaltmaq üçün Allah yolunda döyüşmək edilir. Yəni ki, la ilallah uzalması üçün. Təbii ki, bura daxildir vətəni qorumaq, namusu, qeyrəti qorumaq, amma birinci Allahı qorumaq. Allahın kəlməsi uca olsun deyə döyüşməsin. Digər şeylər üçün döyüşsən, sənin cihadın batildir. Yalnız bir şey üçün döyüşsən. Və o da döyüşlər nəyə görə olur? Döyüşlər Allahın kəlməsi, yəni la ilallahı ucaltmaq üçündür. Və şirki yer üzərindən aparmaq üçün. Döyüşlər, müsəlmanların döyüşləri əsasən bunun üçündür. Çünki Peyğəmbər Allah subhanətələ buyurur ki, وَقَاتِلُهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ. Onlarla döyüş ta ki, fitnə aradan qalxana qədər və din bütünlükdə Allaha məxsus olana qədər onlarla döyüş. Burada İmam Əhməd rahiməhullah buyurur ki, fitnə burada şirkdir. Yəni, şirk aradan qalxana qədər onlarla döyüş. Və ona görə də Şeyx Salih Əli-Şeyx yenə qayıdır. Şeyx Salih Fovzan qayıdır əvvəlki məsələyə ki, eşidib itaət etməklə döyüş olur. Cihad, əmr sahibini eşidib itaət etməklə olur. Bu dövrdə adlanan hər bir döyüşə cihad adlanmır. Onlar ola bilər cihad adlandırsınlar olur. Amma şəriət cihadı deyil, şəri cihad deyil olur. Şəri cihadda da yenə sənin eşidib itaət etməyə ehtiyacın var. Çünki cihad fərdən olan bir şey deyil, müsəlman toplumu ilə olur. Və əmr sahibinin olması birinci şərtdir. Və ikinci, cihad fərd-i aynıdır. Yəni, fərd-i kifayədir. Yəni, bir toplum döyüşsə, digərlərin üzərindən qalxır. O zaman fərd-i ayn olur ki, yəni hər kəsə vacib olur ki, dövlət başçısı əmr edir ki, hamı çıxsın, bütün kişilər çıxsın döyüşə. Amma desə ki, ehtiyac yoxdur, onda gəlib döyüşməyə ehtiyac yoxdur. Sən günah daşımırsan. Ona görə də kafirlərlə müsəlmanlar da bundan fərqlənirlər. Ki, kafirlər ikrah altında itaət edirlər öz dövlət başçılarına. Amma müsəlmanlar isə həm eşidirlər, itaət edirlər, şəriətin onlara əmr etdiyinə görə. Yəni, ikrah altında yox. Dinləri onlara əmr etdiyinə görə. Şeyx Salih Əli-Şeyx deyir ki, cihadın növləri ikidir. Biri hüccətlə olan cihad, ikincisi silahla olan cihad. Hüccətlə olan cihad vacib olandır. Gücü çatan hər bir kəsə, hər bir zamanda, hər bir məkanda bu cihad etməsi vacibdir. Çünki Uca Allah buyurur ki, فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا. Kafirlərdən heç kəsə tabi olma və onlarla böyük cihad etdir. Bu ayənin təfsirində gəlir ki, cəhidhum bil-Qur'an, yəni onlarla Quran ilə cihad et. Və necə də bilirsiniz, ən böyük cihad insanın öz nəfsi ilə elədiyi cihaddır. Sonra ikinci növ cihad isə silahla olan cihaddır. Bu da necə dedik, fərd-i ayn var, fərd-i kifayə var. Fərd-i kifayə odur ki, yəni bir toplum döyüşür, məsələn Qarabağda olduğu kimi. Orada hər kəsə vacib deyildi. Könüllüləri götürürdülər. Könüllü niyə görə deyilir? Çünki hər kəsə vacib deyil.
Könüllü olaraq getsin. Amma fərd ayında, yəni dövlət başçısı əmr edəsə bütün kişilər çıxsın döyüşə, onda könüllüyə ehtiyac yoxdur, onsuz girib döyüşməlisiniz. Hamıya fərzdir. Və həmçinin cihad barədə Uca Allah buyurur ki, Kutibə aleykumul qitalu və huvə kurhun lakum. Artıq sizə döyüş fərz edildi, o sizin xoşunuza gəlməsə də. Və əsə ən təkrahu şeyən və huvə xayrun lakum. Ola bilsin ki, deyir, sizin sevmədiyiniz şey sizin üçün xeyirli olar. Və əsə ən tuhibbu şeyən və huvə şərrun lakum. Və ola bilər ki, sizin sevdiyiniz şey də sizin üçün şərli olar. Siz bilmirsiniz, Allah bilir. Şeyx Salih Fawzan buyurur ki, "Fəl-cihadu fardun kifayə la budda minhu." Cihad fərd-i kifayədir və olması da labüddür. Əmmə izə kənəl muslimuna leysə indahum istita'a fə innehu yentəziruna ilə ən yusbihə indahum quvvə. Yəni, cihadın olması labüddür. Necə dünya siyasətində deyirlər, əgər bir sülh istəyirsənsə döyüş. Yəni, cihadsız ölkələr zəif olur, döyüşsüz. Sadəcə olaraq, əgər deyir, Şeyx Salih Fawzan ki, əgər müsəlmanların buna gücü çatmırsa, güclərini toplamalarını gözləyirlər. Yəni, məhəllələrdə, qəbilələrdə, kəndlərdə yox. Dövlətin güclənməyini gözləyirlər. Bir dövlət başçısının bayrağı altında döyüşürlər. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə nə qədər qaldı? 13 il. 13 il gözlə, 13 il cihad olmadı. Halbuki 13 ildə olunan zülmlər nə qədər əziyyətlər olundu sahabələr. Onlar hamısı cihata çağırış edib, bəlkə də cihata çıxmalıydılar. Sadəcə olaraq cihad eləmədi onlar. Niyə? Güclənməyi gözlədilər. Və hər bir şeydə də hikmət var. Çünki Peyğəmbərin qoyacağı şəriət elə olmalıdır ki, ondan sonrakılar da onu tab gətirsin. Baxmayaraq ki, Peyğəmbər s.ə.v yerdə qalan 10 ilində cihad oldu və orada hətta mələklər də kömək elədi. Amma 13 ildə görürsünüz, mələklər də yox idi. Niyə görə? Çünki Allah subhanətələ göstərirdi insanlara. Yəni, sizdə də belə ola bilər. Zəifçilik, gözləyin, səbirli olun. Yəni, cihad elə gedim, Şeyx Qamət deyir, gəlin yığışaq belə bir yerə, gedək cihad elə, bizi vursunlar, ölək. Cihad bu deyil axı. Bu cihad demək deyirsən, sonrasını fikirləşməlisən ki, sən özündən sonra necə bir fikir qoyacaqsan İslam barədə. Çünki sən İslamın nümunəsisən. Onların hamısını düşünməlisən. Şəhid olmaqla deyir, sən elə bilsən şəhid olsun. Hər şey o, sən şəhid olandan sonra başlayır. Arxada kimləri qoyursan. Onlar ona görə öz nəfslərini düşünürlər. Sonra şeyx keçir Peyğəmbər s.ə.v deməsi ki, əl-hicrə, hicrət, yəni Allahın mənə əmr etdiyi sizə 5 şey əmr edirəm. Eşidib itaət etmək. O biri nə idi? Cihad, hicrət. Və hicrət nədir? Həcr sözündən götürülür. Məsələn, ayədə və rucdə fəhcur. Yəni, ruc bütlərdir. Yəni, bütləri tərk et. Tərk etmək mənasındadır. Amma şəri mənası isə hicrətin hiyəl-intiqal min bələdir kufr ilə bələdir İslam. Küfür diyarından İslam diyarına köçmək edilir. Hicrət. Hicrətin növləri də Şeyx Salih Əli-Şeyx deyir ki, var küfür diyarından İslam diyarına olan hicrət və hiyə bəqiyyətin ilə qiyamüsə. O da qiyamət saatına qədər qalacaq. Kəl-hicrəti sahabəti min Məkkətə iləl-Həbəşə. Məsələn, sahabələrin Məkkədən Həbəşistana köçməsi kimi. Və bu da bölünür 2 yerə. Vacib olan, müstəhəb olan. Vacib olan odur ki, min dəril kufur. Küfür diyarındasan, əv idəkən ələ yəstəti izharu din. Və yaxud da elə bir yerdəsən ki, orada dinini izhar eləyə bilmirsən. Sən orada dinindən danışmağa qoymurlar. Sən orada namaz qıla bilmirsən, həccə gedə bilmirsən, oruç tuta bilmirsən. O vacibdir. Oradan hicrət etmək vacibdir. Sonra var müstəhəb olan izəkənə fidərə bid'ə yəstəti izhar dini. İkincisi isə bidət diyarında yaşamaqdır. Bundan isə hicrət eləmək müstəhəbdir, vacib deyil. Orada əgər hətta dinini izhar eləyə bilirsənsə, sənin üçün müstəhəbdir ki, oradan hicrət eləyəsən. Amma gücün çatmırsa, sənə vacib deyil. İkinci növ hicrət isə hicrətun məsivallahi ilallahi vahdə. Allahdan qeyrilərindən Allaha tərəf yönəlmək.
hicrət etmək. Yəhcuru kullu ma yəşğulu anillah və yettecihu və yuhaciru ilallah. Qalə sallallahu aleyhi və səlləm vəl muhaciru mən həcərə mə nəhallah anhu. Bu da ümumi hicrətdir. Bütün insanı Allahdan məşğul edən hər bir şeydən üzünü Allaha tərəf tutub ona tərəf hicrət etmək. Çünki Peyğəmbər s.ə.v deyir ki, muhacir o kimsədir ki, muhacir sözdə birsinə, yəni hicrət edən deməkdir. Muhacir o kimsədir ki, Allahın qadağan etdiklərindən hicrət edib. Allaha tərəf yönəlib. Belə deyək, bir yaşadığın yeri tərk eləmək iki cürdür. Var orada küfür diyarıdır və yaxud da küfür diyarı deyil, sən dini visar eləmirsən. Müsəlmanlar da lap orada. Onlar sənə əziyyət edirlər. Namaz qılmaq, oruç tutmaq, orada sənə vacibdir hicrət eləmək. İkincisi müstəhəbdir, bidət diyarındasan və dini izhar elə bilirsən. Məsələn, İstanbulda yaşasan, bidətçilər də var. Dini də izhar elə bilirsən, amma bidətçilərin içində olduğuna görə sənin hicrətin müstəhəbdir. İstəsən hicrət elə, savab var sənə. Eləməsən günah yoxdur. Aydındır. İkinci növ hicrət isə bütün günahlardan Allaha hicrət eləməkdir. Hədisə görə vəl muhaciru mən həcərə mə nəhallah anhu. Muhacir o kimsədir ki, Allahın qadağan etdiklərindən hicrət edib. Sonra hicrət barədə Uca Allah buyurur ki, İnnəl-ləzīnə təvəffəhumul mələkətü zalimə anfusihim qalu fīmə kuntum qalu kunnə mustadəfinə fil-ard qalu ələm təkun ardullahi vasiyyətən fətuhəciru fīhə. Deyir, mələklər öz nəfslərinə zülm edənlərin canlarını almağa gəldikdə görürsən, burada indi ayənin sonunda görəcəksiniz ki, bunlar hicrət etməyənlərdir. Onları öz nəfslərinə zülm edəndir. Öz nəfslərini deyir, zülm edənlərin canlarını alınmağa gələndə mələklər onlara deyəcək ki, yer üzündə sizin halınız necə idi? Onlar deyəcəklər ki, biz zəif idik. Və onlara da deyiləcək ki, mələklər olacaq ki, məgər Allahın yeri geniş deyildi mi, ora hicrət edəsiniz. Biz zəif idik, yəni ki, biz orada ibadətlərimizdə zəif idik. Yəni, bizə mane olurdular orada ibadətlərimizdə, bizi sıxırdılar. Və mələklər oldu, məgər Allahın yeri geniş deyildi, orada hicrət edib, başqa yerlərdə Allah ibadət edərdiniz. Fəuləikə məvəhum cəhənnəm. Deyir, onların yeri cəhənnəmdir, hicrət edə bilməyənlər. O kimsələr ki, bir diyarda yaşayır, onlara dinlərində, insan özünün elədiyi manisini yox ha, başqalarının ona sıxması, qoymur namaz qılmağa, oruç tutmağa və o da hicrət eləmirsə, görsən deyir ki, fəməvəhum cəhənnəm və səət məsira, necə də pis yerdir, onların yeri cəhənnəm necə də pis yerdir. Sonra istisna gətirir. İlləl-ləzīnə mustədəfinə minər-rical və nisə vəl-vəldən lə yəstəti'unə hilətən və lə yəhtədunə səbilə fəuləikə əsəllahi ya'fu anhum və kənəllahu afuvan qafura. Sonra deyir ki, o kimsələr istisnadır ki, kişilərdən, qadınlardan, uşaqlardan. Onlar deyir, bir çarə tapa bilmədilər və bir yol da tapa bilmədilər. Çarə nədir? Yəni, mal, mülk əllərinə keçmədi ki, hicrət eləsinlər. Gücləri çatmadı. Deyir, ola bilsin ki, Allah onları bağışlasın. Gücü çatmıyor, hicrət eləyəməyənləri. Ola bilsin, Allah bağışlasın. Çünki Allah əff edib bağışlayandır. Sonra deyir ki, ayənin axırında وَمَنْ يُهَاجِرْ فِي سَبِيلِ اللّٰهِ يَجِدْ فِي الْأَرْضِ مُرَاغَمًا كَثِيرًا وَسَعًا. Kim deyir, Allah yolunda hicrət edərsə, o deyir, yer üzündə özünə sığınacaq və genişlik tapar. Çoxlu genişlik tapar. Sonra deyir, وَمَنْ يَخْرُجْ مِنْ بَيْتِهِ مُهَاجِرًا إِلَى اللّٰهِ وَرَسُولِهِ ثُمَّ يُدْرِكْهُ الْمَوْتِ فَقَدْ وَقَعَ أَجْرُهُ عَلَى اللّٰهِ وَكَانَ اللّٰهُ غَفُورًا رَحِيمًا. Kim deyir, öz evindən Allaha və Rasuluna doğru mühacir olaraq çıxarsa, yəni hicrət edərsə, sonra onu ölüm haqlayarsa, artıq deyir, onun savabı Allah qatında olar. Yəni, Allah onun savabını verər. Yəni, Şeyx Salih Fovzan deyir ki, Mətə və huvə fit-tariq fəqad kətəbəllahu ləhu əcrun hicrə. Yəni, deyir, o yolda ikən ölsə belə, Allah ona hicrət savabı yazar. Əsl çıxlaq 1 metr olsa belə, oradan aralaşsan kafirlərdən. Amma təəssüflər olsun ki, inki dövrdə müsəlman diyarından kafir diyarlarına hicrət edirlər. Kasıbçılıqdan varlığı hicrət edirlər.
axirətdən dünyaya hicrət edirlər müsəlmanlar. Necə Şeyx Abbada deyirlər ki, bir qardaş Fransaya hicrət edib. Şeyx Abbad deyir ki, o hicrət deyil. Quşların fəsillərdə də yerini dəyişir, deyir o. Quşların köçüdür, deyir o. O hicrət sayılmır. Yəni, küfür diyarına hicrət olmur. Sən ona necə hicrət edirsən ki, orada Allahın rəhməti inmir. Orada Allahın lənəti inir hər gün. Orada nəcislər yaşayır. Allahın düşmənləri yaşayır. Allah orada söyülür, küfr edilir, şirk edilir, zina baş alıb gedir, içki baş alıb gedir. Nədir sənə? 2000 euro maaş verəcəklər. Çünki biz bərəkəti çoxluqda axtarırıq. Elə bir ki, miqdar çoxalanda bərəkət çoxalmır. Miqdarla çoxalmır bərəkət. Ruzinin bərəkətli olması üçün malın çox olması lazım deyil. Bərəkəti onlar səhv başa düşürlər, o müsəlmanlar. Ona görə imanlarının zəifliklərindən o diyarlara hicrət edirlər. Köçürlər ki, dünyaları düzəlsin, axirətləri xarab olur. Hərdən heç o dünyalarını düzəldəmirlər. Dünyalarını axirətə dəyişirlər. Allah subhanətlə bizi qorusun, oradakı müsəlmanlara kömək olsun ki, həqiqi hicrət edə bilsinlər. Sonra Peyğəmbər s.ə.v deyir ki, cəmaat olmaq. Cəmaat olmaq da Şeyx Salih Əli Şeyx deyir ki, cəmaatın növləri də iki cürdür. Cəmaətul ədiyən, cəmaətul əbdən. Dinlərlə və bədənlərlə cəmaat olmaq. Dinlərlə cəmaat olmaq odur ki, ən yəkunə rəy alə nəhci sahabəti Rasulullah və mən sər alə mənhəcihim. Sahabələrin mənhəci üzərində olub və Rasulü sallallahu aleyhi ve sellemin seyr etdiyi mənhəci seyr etmək. Getdi. Bu din üzərində cəmaat olmaqdır. Bədən ilə cəmaat olmaq odur ki, biən lə yaxruca alil cəmaəti bis seyfi və yufərriqi kəlimətuhum. Yəni, cəmaata qarşı qılıncla çıxmayıb, onların bir olan kəlmələrini parçalamamaq. Yəni, cəmaat nədirsə, cəmaatla birlikdə olmaq. Şeyx deyir ki, bunların hər biri bir-biri ilə bağlıdır. Fəizə təmməl ictimə aləd-din. Əgər din üzərində, bir vahid din üzərində cəmaat olmaq tamamlanarsa, fəinnəhu yectimün nəs fi əbdəni. Və insanlar da bir yerə gələ bilərlər. Sonra Şeyx Salih Fovzan deyir ki, cəmaat və hiyə ən tulziməl cəmaətil muslimin və lə təşrüzə anhum. Və cəmaat o deməkdir ki, müsəlmanların cəmaatı ilə olmaq və onlardan ayrılmamaq. Şimdi bəzi firqələr deyir, çağırır, cəmaat olaq, müsəlmanlar bir olsun. Onlar cəmaat tərifi başqa da olardı. Onların cəmaatı odur ki, hər qibləyə yönələn, namaz qılan bir olsun. Niyə görə qibləyə yönələn? Çünki onların şəhadətlərində də problem var. Şəhadətdə düzgün başa düşmürlər var. Amma nəyin üzərində cəmaat olmaq lazımdır? Allahın kitabı, sünnə və sələfin fəhmi üzərində. Onlar isə hizblər üzərində cəmaat olmaq. Yəni, onlar deyir ki, bir rafizi Ayşəni söysə də, radiyallahu anh, o mənim qardaşımdır. Yəni, anasını söydürəni öz qardaşı sayır. Və yaxud da ki, bir əşari Allahın ad sifətlərini inkirləyən, Allahı söyənlə mən qardaş olmalıyım. Bu cəmaat deyil. Bu firqəçilikdir. Bu yahudilərin istədiyidir ki, bütün yahudi toplumu birləşsin. Amma müsəlmanların istədiyi cəmaat hansıdır? Allah Rasulü və sahabələrin yolunda olmaq. Dini onlar başa düşən kimi başa düşmək. Və Peyğəmbər s.ə.v buyurur ki, mən fərqəl cəmaətə şibran fəmətə fəmiyətətun cəhiliyyə. Kim bir qarış cəmaatdan ayrılarsa, onun ölümü cahili ölümü kimi olar. Cahili ölümü odur ki, yəni Peyğəmbər s.ə.v-dən əvvəlki dövrlərə aid edilir. Onların da başçıları yox idi, yəni başsız ölər. Bilinməz hansı toplumdandır. Beşincisi isə, hədisin 5-ci hissəsi, وَمَنْ دَعَ بِدَعْوَ الْجَاهِلِيَّةِ فَإِنَّهُ مِنْ جُثَّ cəhənnəm. Kim cahiliyyə dəvəti istəyərsə, o cəhənnəm cəmaatından olar. Şeyx buyurur ki, Əl-vacib alə muslim ən yətəbərra min umurul cahiliyyə. Bütün cahiliyyə işlərindən müsəlmana vacibdir ki, uzaq olsun. Nə cahiliyyə aiddirsə uzaq olsun. Çünki hətta Musa aleyhissalam belə cahillikdə Allah'a sığınırdı. Ona deyəndə ki,
o öz qövmünə deyir ki, Allah sizə əmr edir ki, bir inək kəsəsiz. Qövmü deyir ki, sən bizimlə istehza edirsən. O da deyir ki, Əuzu billah ən akuna minəl cahilin. Cahil olmaqdan Allah'a sığınıram. Ki, yəni Allahın əmrləri ilə sizinlə istehza edir. Və mömin cahil əxlaqı ilə əxlaqlanmamalıdır. O da necə ki, keçdik, Peyğəmbər s.ə.v-dən əvvəlki dövrə aiddir. Məkan və zamanla, toplumla dəyişir. Hər nə cahillik adlanırsa, o məzəmmət olunur dində. Və cahilliyin də əksi elmdir. Və Şeyx Salih Şeyx buyurur ki, Mən da'a bida'vəl cahiliyyə mənası odur ki, da'a ilə xisəl cahiliyyə əlləti əbutələhəl İslam. İslamın batil etdiyi cahiliyyət xislətlərini istəmək. Yəni, hədisdə gələn odur. Tusammə bi əsməl cahiliyyətilləti kənət təd'u iləl əsəbəti və yaxud da cahiliyyə adları ilə adlanmaqdır. Məsələn, keçən dəfə dedik, qövmlərin adı ilə. Ki, görsən, mühacir və ənsar adlandırmışdı Allah Quran-ı Kərimdə. Amma onlar bir-birindən savaşanda mühacirlə ənsardan olan iki cavan mühacir öz tərəfində onlara çağırır ki, ya mühacirlər, ənsar öz tərəfində ənsarlar. Peyğəmbər s.ə.v onlara onu qadağan etdi ki, mən deyir, sizin aranızda olduqda siz cahil edirsiniz hələ. Mən sizin aranızda ola siz cahil edirsiniz. Sonra şeyx deyir ki, əhvalül intisab lil muslim. Müsəlman olmağa nisbət etməyin halları. 3 dənə deyir. Biri var məmduhə, mədh olunan, əlləti təməyyəzəl muslimunə bihə nas fil kitab və sünnə. Yəni, mədh olunan, təriflənən İslam ilə özünü İslam, müsəlmançılığa nisbət eləməyi. Birinci təriflənən odur ki, Quran və sünnədə o cür gəlib. İslam, iman adı ilə. Əhl-i sünnə vəl cəma adı ilə məsələn. Məzəmmət olunan odur ki, əlləti fiyhə işaratun ilə məzhəbin batil. Batil bir məzhəbə işarə eləməklə. Məsəl üçün, sən müsəlmanam deyəndə öz əqidəvi danışırsan, amma sən xavaricsən. Və ya murciyəsən. Və ya mötəziləsən. Bu cür sən məzəmmət olunur. Və yaxud da hər hansısa bir məzhəbə təəssüb keçsən. Mübah olan odur ki, li-tərif ilə lil-muvalət vəl-muadət əv li-təəssub aleyhi kəl-intisab ilə məzhəbi fiqhi. Amma mübah olan odur ki, hər hansısa bir məzhəbə özü nisbəti. Məsələn, deyirsən ki, mən hənəfiyəm. Məsələdə, əqidəm sələfidir, amma məzhəbim Əbu Hənifə məzhəbidir, fiqdə. Əbu Hənifə əqidəsində onsuz da sələf əqidəsidir. Çünki Allah buyurur, وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ تَعَارَفُوا. Biz sizi qəbilələrə və tayfalara ayırdıq ki, bir-birinizi tanıyasınız. Bir-birinizdən yəni yenidən tanış olasınız. Şeyx Muhammed ibn Abdülvahhab hədis gətirir. وَفِي الصَّحِيحِ مَنْ فَارَقَ الْجَمَاعَةَ قِيدَ شِبْرٍ فَمَاتَ فَمَيْتَتُهُ جَاهِلِيَّةٌ. Bu şərhdə keçdi. Kim cəmaata müxalif olarsa bir qarış belə, onun ölüsü cahili ölüsü kimi olur. Burada da deyir Şeyx Salih Fovzan deyir ki, cəmaata iltizam olmağın, cəmaatla olmağın işarəsi var, ona həvəsləndirmə var. Hətta az olsa da. Hətta insanlar tərəfindən alçaq görsənsələr də deyir. Və sonra Şeyx Muhammed Allah buyurur ki, وَهِيَ أَبِدَعْوَ الْجَاهِلِيَّةُ وَأَنَا بَيْنَ أَظْهُرِكُمْ. Bayaqki keçdiyimiz şərhdəki hədisi gətirir ki, mən sizin, Peyğəmbər s.ə.v buyurur ki, mən sizin aranızda ola siz cahiliyə hökmü vermək istəyirsiniz, cahiliyə dəvət etmək istəyirsiniz. O mühacirlə ənsarın arasında düşən mübahisədə. Sonra قال أبو عباس كل ما خرج عن دعوة الإسلام والقرآن من نسب أو بلد أو جنس أو مذهب أو طريقة فهو من عزاء الجاهلية. Əbu Abbas buyurur ki, bütün İslam dəvətindən, Qurandan çıxıb hansısa bir nəsəbə, hansısa ölkəyə, hansısa bir cinsə, hansısa məzhəbə, hər hansısa bir yola özünü nisbət edən cahiliyyə müsibətinə düşmüş olur.
Bu da mənası aydındır. Ona görə də insan gələ özünü İslam'a nisbət eləsin. Və sonda da şeyx buyurur ki, bəl liməxtəsəmə muhaciriyyun və ənsariyyun fəqaləl muhaciri yə ləl-muhaciri və qaləl-ənsari yə ləl-ənsar. Qalə sallallahu aleyhi ve sellem əbidə'vəl cahiliyyə və ənə beynə əzhurikum və qadibə zəlikə qadəbən şədidən. Bu da bayaqki hədisdir. O iki cavanın arasında düşən ənsarın arasında düşən mübahisədə mühacir cavan olan mühacirlər çağılırdı, ənsardan ənsarı. Və Peyğəmbər s.ə.v onlara şiddətlidir, qəzəblənmişdi. Onlara demişdi, mən sizin aranızda ola, siz cahiliyə dəvət etmək istəyirsiniz. Onunla da bab bitir. Ondan sonra gəlir, bəb vücubu duxul fil İslam kulli və tərku məsiva. İslam'a bütünlükdə daxil olub, ondan qeyrilərini tərk etmək. Buna gələn dərs inşallah götürərik. Subhanəkəllah bihamdik, şədən və aleyhat, əstəxfiruke və tuğruq.